Salam dostlar, kanalıma hoş geldiniz. Hoş gördük sizi. Uzun müddətdir ki, sizinlə görüşə gəlmirdim. Yadınızda Ramazan ayının başlanğıcında mən bir-iki dənə video çəkdim və sizə təqdim elədim. Ondan sonra bəzi səbəblər üzündən mən videolar çəkə bilmədim. Və indi nəhayət ki, yenə video çəkmək qərarına gəldim. Bu gün mən istəyirəm sizə danışmaq podagra xəstəliyi haqqında. Podagra kifayət qədər ciddi bir xəstəlikdir və buna ciddi yanaşmaq lazımdır. Yəni, əgər ciddi yanaşmazsınızsa xəstəlik, yəni bütün oynaları sıradan çıxarda bilər. Əvvəlcə deyirəm ki, mənim kanalıma, kim kanala abunə olmayıbsa, kanalıma abunə olun, videoları bəyənin və paylaşın ki, daha çox adam faydalı məsləhətdən istifadə edə bilsin. Podagra oynaların iltihabı xəstəliyidir. Yəni, adi adamlar arasında, yəni el dilində, el arasında bu duzlar deyirlər. Podagra, yəni, əvvəllər belə bir şey vardı ki, podagra kralların xəstəliyidir. Yəni, çünki çoxu yiyib içən adamların xəstəliyidir. Adətən kasıblar axı spirtli içmək, yəni çoxu ət yemək yeyə bilmirdilər. Yəni, kasıb olanları onu yeyə bilmirdilər deyə bu xəstəliklər kralların xəstəliyi deyilirdi. Adətən kişilərdə rast gəlir. 40 yaşdan sonra kişilərdə olur. Qadınlarda isə olur 50-55 yaşından sonra. Demək, qeyd etdiyim kimi podagra olur. Çoxlu spirtli içkiləri qəbul edənlərdə, siqaret çəkənlərdə, çoxlu yağlı yeməklər yeyənlərdə, çoxlu qırmızı ət, yəni mal əti, qoyun əti yeyənlərdə daha çox rast gəlinir podagra xəstəliyinə. Demək, qeyd edelim, kişilərdə daha çox rast gəlinir. Çünki kişilər daha çox spirtli içirlər, daha çox siqaret çəkirlər. Ona görə də kişilərdə daha çox təsadüf olunur. Demək ki, podagra istənilən oyunlarda əmələ gələ bilər. Ancaq əksər halda ayaqların baş barmağında əmələ gəlir. Yəni, adətən ilkin vaxtda da ağrılı olur. Yəni, insana elə gəlir ki, həmin nahiyyə qızarır və orada adama elə gəlir ki, orada istilik artır və bədənin istiliyi arta bilər. Adətən ağrı gecələr başlayır. Yəni, güz vaxtı ağrı kəsir, gecə yenə təkrar olunur. Demək, buna səbəb olur hipertoniya, şeker xəstəliyi və irsiyyət buna səbəb ola bilər. Yəni, ola bilsin kimdə nəsildə varsa, genlərdə varsa, yəni özünü təzahür edəcək. Demək, buna bəzi dərman preparatları ilə demək ki, müalicə olunur. Bəzi dərman preparatlarının qəbulu da podagraya səbəb ola bilər. Əksər hallarda sidik qovuzlarının qəbulu podagraya yarada bilər. Bunun müalicəsi var. Bu müalicə ilə bərabər fizioterapiya ilə istifadə olunur. Və ən pis halda isə cərrahi müdaxilə olunur. Demək, əgər müalicə olmazsa, demək, podagra oynaları sıradan çıxarda bilər. Getdikcə demək ki, adətən bu olur baş barmağının yanında belə forlar əmələ gəlir, şişirə əmələ gəlir və bunlar adətən ağrısız olur. Sonra bunlar da iltihablaşır və ağrı verməyə başlayır. Ona görə də kim ki bunu özündə hiss elədi, hökmən müalicəyə başlamaq lazımdır. Müalicə ilə paralel, ən birinci müalicə ilə paralel mən deyərdim ki, bunun müalicəsi pəhrizdir. Bunun müalicəsi pəhrizdir. Yəni ki, ət yeməkləri demək olar ki, tamamilə rasyondan çıxmalıdır. Qırmızı ət demək olar ki, rasyondan çıxmalıdır. Şirniyyat yeməkdir, duzlu yeməkdir, acı yeməkdir. Bunlar hamısını demək ki, yaddan çıxartmaq lazımdır. Qızarmış yeməklər, xəmir yeməklər, bunları bir dəfəlik unudun. Və daha çox demək ki, bitki və təbii məhsullardan, meyvə tərəvəzdən istifadə etmək lazımdır. Məsələn, yağlı balıq əti yemək olmaz. Yağlı, məsələn, süddən, yağlı simentandan, bunlardan da biraz imtina etmək lazımdır. İndi var mağazalar, var diyetik kəsmiş və bundan istifadə etmək olar. Az yağlı simentan, bundan istifadə etmək olar. Və daha çox gül kələm, brokkoli, belə demək ki, göyərtilərdən, yəni ispandan başqa bütün göyərtilərdən istifadə etmək olar. Demək, belə bir pəhriz lazımdır ki, toğ əti və demək ki, toğ ətindən istifadə etmək olar və az yağlı balıqdan istifadə etmək olar. Pəhriz ancaq belə getməlidir və buna hökmən əməl etmək lazımdır. Və bu xəstəlik yadda salsınlar ki, hökmən gün ərzində 2-3 litrə su içmək lazımdır. Demək, çoxlu su içmək lazımdır ki,
Su içkiləri demək ki, sizliyə tez-tez çıxırsan və tuzlar orqanizmdən yuyulur. Demək ki, bu urat tuzlarının miqdarını azaltmaq lazımdır orqanizmdə. Ona görə də urat tuzları çox olduğuna görə podaqır əmələ gəlir. Mən yenə deyirəm ki, bu adətən yəni əbəs yerə buna keçmişdə kralların xəstəliyi demirlər. Ona görə ki, yəni çox yeyən və çox spirtli içkiləri qəbul edən adamlarda olurdu bu podaqır xəstəliyi. Ona görə də biraz yeməyinizə diqqət edin və podaqır xəstəliyi sizdə olmayacaq. Burada demək bəzi bitkilərdən istifadə etmək olar. Qırxboğum, ardıc meyvəsi, itburnu və belə putra kökü, andız kökü bitkilərin demək ki, dəmləməsindən istifadə etmək olar. Demək ki, çalışın ki, pərzinə əməl edin ki, pərzi diqqət etirin ki, heç bu podaqır sizdə yaranmasın. Yəni, xəstəlikdən qorumaq, sonra onu müalicə etməkdən qat-qat asandır. Çalışın ki, xəstəlikdən qorunun və bu sizdə yaranmasın. Yəni, qorunsa daha yaxşıdır, nəinki xəstəliyinin sorununu müalicə etmək. Müalicə etmək çox çətindir. Yəni, bu podaqırla xəstəlik müalicəsi çox çətin başa gəlir. Yəni, uzun müddət tələb edin. Və hər adamın da həvsələsi çatmır onu müalicə etməyə. Çünki orada ciddi pəhriz lazımdır, Əgər siz indi xəstəliyə tutulmamışdan qabaq belə yüngülvari pəhriz eləsəz, yəni onda demək daha asan olacaq, nəinki müalicəyə tutub sonra müalicə olmaq. Podaqır xəstəliyi haqqında çox danışmaq olar. Mən vaxtınızı almaq istəmirəm, özüm də yorulmaq istəmirəm. Çünki adi, yəni elementar bilgiləri mən sizə verdim ki, podaqır nədən yaranır, podaqırdan necə qorumaq lazımdır. Yəni, bu bilgiləri aldınız, bildiniz, çalışın ki, təkcə podaqırdan yox, ümumiyyətlə bütün xəstəliklərdən qorumaq lazımdır. Mən həmişə bütün videolarımda deyirəm ki, pərhizsiz müalicə yoxdur, pərhizsiz müalicə yoxdur. Çalışın ki, xəstəlik adamlardır, tamamilə sağlam adamlarda təbii ki, sağlam qalmaq üçün həmişə pərzə əməl eləməlidir. Yağlı yemək, çoxlu ət yemək, çoxlu alkohol qəbul eləmək heç kəsə xeyir gətirməyib ziyandan başqa. Ona görə də mənim dediklərimə diqqət edin, qulaq asın və yadınızda saxlayın. Podaqır haqqında bugünlük bu qədər. Gəlin görüşərdək. İnşallah gəlin videolarımızda görüşək və daha faydalı məsləhətlər sizə verəcəyəm.